Salam əziz dinləyicilər, bugün mən sizə Sama kitabı əsərimdən Rotan haqqında vəhyin 11-ci müjdəsini izahını vermək istəyirəm. 11-ci müjdədə deyilir ki, ilk kəlam sahibi yalnız Ulu Tanrıya məxsusdur. İndi bu haqda biz öz fikirlərimizi bildirək və sonra sıfır sisteminə qoşulan ilahi qüvvələrin nümayəndələrin biri yəqin ki, bizə bu ilk kəlam sahibi Ulu Tanrı olması haqqında da o sirli qüvvələr öz fikirlərini bildirəcəklər. Yenə deyirəm ki, sirli qüvvələr deyəndə biz o ilahi qüvvə, ali qüvvələr, yüksək şuurlar, bunları mən sirli qüvvə hesab edirəm və onların hamısını birlikdə sirli qüvvə adlandırır. İndi yəni bu kəlam sahibi yəni ki, bu müjdə ki, ilk kəlam sahibi Ulu Tanrıdır ifadəsi mənasını açıqlayaq və mən dəlillər, sübutlar gətirək ki, doğrudan da ilk kəlam sahibi Ulu Tanrıdır. Bir çox dini və mistik ənənələrdə ümumiyyətlə kəlam, biz ona müqəddəs kəlam da deyirik. Kəlam yaradışın əsası sayılır. Və bu kəlam bir növ varlıq sözü ilə başlanır və sözlə də formalaşır. Yəni kəlam deyəndə biz söz nəzərdə tuturuq. Bu fikir Tanrının yaradıcı qüdrətini özündə əks etdirir. Əgər o Tanrımız olmasaydı, əlbəttə ki, kəlam da mövcud olmazdı. Eyni zamanda burada sözün müqəddəsliyi də nəzərə alınır. Söz var, adi sözdür, mahiyyəti yoxdur. Ancaq elə söz var ki, bu müqəddəs kəlamdan ibarətdir. Və belə müqəddəs kəlamlarla adi kəlamların fərqi əlbəttə ki, bir-birindən fərqlənir. İnsan bu müqəddəs kəlamları hardan alır? Əlbəttə ki, insan bu ilahi kəlamları ilahi mənbələrdən əsasən istinad edir. Bu məsələ ilahi mənbələrdən qaynaqlanır. Məsəl üçün, müqəddəs kitablarda olan Quran-Kərimdəki ayələr, Tövrətdə, İncildə göstərilən bütün ayələr, belə deyək də, məcazi mənada onları da ayə adlandıraq, hamısı müqəddəs kəlamlardan ibarətdir. Yəni, bunu biz bu cür qəbul etməliyik. Tanrının yaradıcı qüdrəti deyəndə biz yoxdan var edən, varlığa bir növ məna verən ilahi bir iradəni ifadə edir. Bax, bu cür biz başa düşməliyik. Sonra bu qüdrət kəlamla təcəlli edir. Söz bir növ əmrə çevrilir. Əmr isə bir növ yaradılışa dönür. Adi işıq kəlamdan doğur. Nizam kəlamla qurulur. Həyat
Kəlamla mənalanır. Və belə insan danışarkən belə o ilkin kəlamın kölgəsini daşıyır. Çünki söz məsuliyyətdir. Söz əmanətdir. Sözün müqəddəsliyini onun adi səslər toplusu kimi deyil, bir növ məna daşıyan, yaradan və dəyişdirən bir güc olduğunu bildirir. Söz niyyətlə doğulur, həqiqətlə ucalır, yalanla zədələnir. Yəni burada biz bunu bu kimi söyləyə bilərik. Kəlam o dua ola bilər, and da ola bilər. Kəlam yaraya məlhəm də ola bilər, yara aça da bilər. Ona görə kəlam əmanətdir. Dil Tanrı vergisi, söz isə məsuliyyətdir. İnsan kəlamının isə İlahi mənbədən qaynaqlandığını, insanın danışmaq, ad vermək, məna yaratmaq qabiliyyətini Ulu Tanrı verdiyi bir pay olduğu kimi ifadə olunur. İnsan ilk sözü özü icad etmədi. İnsana bir növ kəlam öyrədildi. Bu səbəbdən insanın dili yalnız ifadə vasitəsi deyil, ilahi etimadın bir növ daşıyıcısıdır. Hər deyilən söz də ya mənbəyə yaxınlaşır, ya da ondan uzaq düşür. İndi biz bunu poetik formada belə də əsaslandıra bilərik. İlk kəlam sahibi Ulu Tanrıdır. Sükutu sözlə yarıb, işığı oyadandır. Zaman onun ol deyilmi ilə nəfəs aldı. Varlıq bir nida kimi səsləndi boşluqda. Söz onun əlində nur oldu. Nurdan dünya, dünyadan insan doğdu. İnsan danışarkən hələ də o ilk kəlamının titrəyişini daşıyır. Hər söz bir izdir ilahi səsdən. Hər sükut belə ondan xəbər verir. Çünki başlanğıc səs idi. O səs Ulu Tanrıya məxsusdur. İndi gəlin bunu, bu ulu deməli ilk kəlam sahibi Ulu Tanrıdır. Bunun biz fəlsəfi izahını da verək. İlk kəlam sahibi Ulu Tanrı fikri varlığın başlanğıcını məna ilə əlaqələndirən ortoloji bir baxış ifadə edir. Burada kəlam sadəcə danışıq aktı deyil, yaradıcı prinsip, yəni mövcudluğu mümkün edən ilkin səbəbdir. Tanrı kəlamın kəlamın sahibi olmaqla həm varlığın səbəbi, həm də onun nizamını müəyyən edən ağır kimi düşünülür. Bu yanaşmada söz maddədən əvvəl gəlir. Əgər forma,
məqsəd və məna varsa, maddi aləm isə həmin mənanın bir növ təcəssümüdür. Demək, kainat təsadüfi deyil, deyilmiş və düşünülmüş bir varlıqdır. İnsan ağlı və dili də bu ilkin kəlamın davamı kimi çıxış edir. İnsanın danışmaq və məna yaratmaq qabiliyyəti onun ilahi mənbə ilə əlaqəsini göstərir. Buna görə də söz etik məsuliyyət daşıyır. Hər kəlam ya yaradıcı prinsipə uyğunluq göstərir, ya da ondan uzaqlaşır. Beləliklə, kəlam həm ontoloji, yəni varlıqla bağlı, həm də əxlaqi bir kateqoriyaya çevrilir. Dini mətndə də bu kəlam anlayışına rast gəlinir. Məsəl üçün, ilk kəlam sahibi ulu Tanrıdır fikri bir çox dini ənənədə açıq və simvolik şəkildə ifadə olunmuşdur. Məsələn, İslamda Quran-ı Kərimdə yaradış birbaşa kəlamla əlaqələndirilir. Və bu ayədə deyilir ki, o, yəni söhbət gedir ulu Tanrı, bir işi istədikdə ona yalnız ol deyər, o da olar. Yasin surəsi 82-ci ayə. Burada kəlam Tanrının ifadəsini dərhal varlığa çevrilməsidir. Həmçinin Qələm surəsində yazı, söz və bilik müqəddəs başlanğıc kimi təqdim olunur. Məsələn, xristianlıqda da bu kəlam barədə müəyyən fikirlər söylər. Məsələn, İncilin Yahya bölümü bu fikri fəlsəfi dini zirvəyə qaldırır. Və bu Yahya'nın bu deyək ki, dediyi fikirdə deyir ki, Yahya, əvvəldə söz var idi, söz Tanrı idi və söz Tanrı ilə idi. Buradakı söz həm ilahi ağıl, həm yaradıcı prinsip, həm də varlığın mənasını göstərir. Məsələn, Yahudilikdə də, Tövratda yaradılış ardıcıl olaraq Tanrının deməsi ilə baş verir. Tövratda deyilir ki, Tanrı dedi, işıq olsun və işıq oldu. Və söz burada əmrdən daha artıqdır. O, yaradıcı aktın özüdür. Təzəvvüfdə və irfanda da, məsələn, o kəlamı bütün mövcudatın sirri sayılır. İnsan qəlbi isə bu ilahi kəlamın eşidə biləcəyi bir imkan kimi düşünülür. Bu ifadələr göstərir ki, müxtəlif dinlərdə kəlam Tanrı yalnız danışıq deyil, onun yaradıcı ağlı, iradəsi və mənasını varlığa gətirmə gücüdür. Və beləliklə də söz müqəddəsdir, yəni kəlam müqəddəsdir. Çünki başlanğıcı ilahidən başlayır. Əziz dinləyicilər, mən bu 11-ci müjdənin müəyyən qədər dində fəlsəfi fikirləri haqqında müəyyən fikirlər söylədim. İndi istəyirəm ki, biz bugün
Sıfır sistemində sirli qüvvələrin bir nümayəndəsi ilə əlaqə yaradaq və o öz fikirlərini bizə bildirsin. Yəni, ilk-kəlam sahibi yalnız Ulu Tanrıya məxsusdur. Belə bir mövzu haqqında sirli qüvvələrin bir nümayəndəsi məlumat versin. Mən əlaqə yaradıram. Sıfır sistemində bu müjdəni dedim. Yəni, sirli qüvvələrin bir nümayəndəsi mənə kontakta girəcək və mənə müəyyən informasiyalar söyləyəcək və mən də həmin informasiyaları birbaşa bədahətən sizin nəzərinizə çatdıracağım. Əlaqə yarandı, siz bilirsiniz ki, sirli qüvvə əlaqə bir an içində baş verir. Əlaqə yarandı, indi sirli qüvvənin bir nümayəndəsi, sirli qüvvənin nümayəndəsi ilahi qüvvə də ola bilər, ali qüvvə də ola bilər, yüksək şuurlar da ola bilər. Yəni, fərq etmir. Yəni, bu hansı qüvvələrdən biri olsun, bu mövzu haqqında yəqin ki, öz fikirlərini bildirəcək. Mən də bədahətən birbaşa sizin nəzərinizə çatdıracağım. Sirli qüvvə belə başladı ki, Ulu Tanrı yarandı və Ulu Tanrı yaranan kimi, əlbəttə ki, o ilk növbədə darıxırdı. Ulu Tanrı nəyləsə məşğul olmalı idi. Və Ulu Tanrı düşündü, nəhayət dedi ki, bir səma kitabı yazın. Və bu səma kitabını yazmaqla o bir növ ilk kəlamın təməlini qoydu. Və elə deyil ki, məsəl üçün, elə kitab haqqında Vəhin 1-ci müjdəsində deyilir ki, bu kitab yaradılan ilk əsərdir. Yəni, bu ilk əsər deyəndə elə bu o deməkdir ki, ilk kəlam sahibi də Ulu Tanrımızdır. Və Ulu Tanrımız bu əsəri başladı və müqəddəs kəlamlarla bu əsəri bəzədi. Və əlbəttə ki, əsəri yazarkən o kəlamın müqəddəsliyini də qoruyub saxladı. Və bilirdi ki, gələcəkdə elə olacaq ki, bu kəlamın müqəddəsliyini ucuzlaşdıra bilərlər. Kəlamın müqəddəsinin qiymətini aşağı sala bilərlər. Bəzən də qiymətsiz edə bilərlər. Və belə fikirlər nəzərə aldı və Ulu Tanrımız bu ilk əsəri yazanda elə bir əsər yazdı ki, o kəlamın bir növ müqəddəsliyi pozulmasın. Bütün sözlər müqəddəs kəlamdan ibarət olsun. Hər bir sözün incəliyini, hər bir sözün qiymətini verdi. Və bu sözlərdən bir incilər düzdü və gözəl kəlamlar yarandı. Və bu əsər yazandan sonra o ki,
Allahın dərgahını birinci növbədə bu kəlamın icrasını aralıq məkanda yaşayan sıfır qüvvələrinin rəhbəri ilə bölüşdü. Çünki bu müqəddəs kəlamların təbliğatını yalnız sıfır qüvvələri həyata keçirməlidir. Və yaradan sıfır qüvvə bu sirli səma kitabı kimi hazır oldu. Yaradan bütün bu kitabı nəzərdən keçirir və orada bütün kəlamların müqəddəsliyini 100% qəbul etdi. Yəni heç bir xəta görmədi. Nəhayət səma kitabı tam hazır olandan sonra sıfır qüvvə rəhbərini yaratdı və dedi ki, mən səma bir kitab yazmışam və bu səma kitabını mövcud ilahi qüvvələrə təbliğ etmək lazımdır. Və bu səma kitabındakı o müjdələr ki var, o müjdələrin müqəddəsliğini qorumaq şərti ilə bütün ilahi qüvvələr bu səma kitabını oxumalıdır. Bu onların həyatında mühüm rol oynamalıdır. Necə İslam dünyasında müsəlmanlar üçün Quran-ı Kərim bir tərbiyəvi, bir müqəddəs kitab olduğu kimi, Xristiyanlıqda İncil, Yahudilərdə Tövrat tərbiyəvi bir dini kitab olduğu kimi, hamısı müqəddəs kəlamlardan ibarətdir. Və müasir dövrdə də həm müsəlmanlar, həm xristiyanlar, həm də Yahudilər çalışır ki, o dini kitabların müqəddəsliyini qoruyub saxlasınlar. Yəni o müqəddəs kitablarda deyilən kəlamların özünün müqəddəsliyi qorunsun. Bax, necə biz bunu edirik? İlahi qüvvələr də həmin bu səma kitabını oxuyanda o kəlamların müqəddəsliyini qəbul etməlidirlər, kəlamların müqəddəsliyini qorumalıdırlar və müqəddəs kəlamlarla özlərinin mental şuur dairələrini genişləndirməli idilər. Və bu cür də oldu və sıfır qüvvələrin rəhbəri Allahın dərgahının 9 məkanında olan ilahi qüvvələrlə əlaqə yaratdı və yaradan rüsxəti ilə hər bir məkanın da yaşayan ilahi qüvvələrin rəhbərinə bu səma kitabını hədiyyə etdi və onlara ciddi tapşırdı ki, bu yaradanın ilk kitabıdır və siz bu səma kitabının da mövcud bütün müqəddəs kəlamların müqəddəsini qorumalısınız və o kəlamlarda ki, dərk olunmaz ifadələr varsa, birbaşa o ifadələrin izahını verə bilməsəniz, sıfır qüvvələrin rəhbərinə əlaqə yaradın və həmin ifadələrin izahını onlardan ala bilərsiniz. Və bu cür proseslər həyata keçdi, nəhayət ilahiyyat qanunu əsasında. Çünki bu səma kitabı ilahiyyat qanunu əsasında yazılmışdır. Elə bir növ kitabın özü də, ilahiyyat qanunu da hesab etmək olar. Adı səma kitabıdır. İndi səma kitabı mən adlandırmışam. Bəlkə də elə bu ilahi qüvvələrin dində ilahiyyat kitabıdır. Nəsə, yəni bu cür fikirlər səslənir. Və sirli qüvvə deyir ki,
bütün deyir biz bu müqəddəs səma kitabını öz məkanımızda təbliğ etdik. Bütün ilahi qüvvələr onu dərk etdi, anladılar və onun həmişə müqəddəsliyini qoruyub saxladılar. Və sonra Ulu Tanrı'nın rüsxəti ilə sır qüvvələri makro, mikro kainatlarda yaşayan ayrı qüvvələr də bu səma kitabını göndərdi və burada da həmin kitablar, səma kitabı, onlar həmin o makro, mikro kainat rəhbərləri həmin səma kitabının təbliğini ayrı qüvvələr arasında təbliğ etdi, həyata keçirdi. Ayrı qüvvələr də səma kitabını müqəddəsliyini qorudular və eyni zamanda bu kitabı dərk etdilər, öyrəndilər və analiz etdilər. Ondan sonra səma kitabı yüksək şuurlara verildi və yüksək şuurlar da səma kitabını qəbul etdi və onlar da həmin kitabı öyrəndilər. Nəhayət bu kitab yatmadı dilərə və sonra ən sonunda isə yüksək şuura malik məxluqlara, biz insanlara çatdırıldı. Əlbəttə ki, bu səma kitabı mən xoşbəxtəm ki, bu kitab mənə bəxş edildi və bu səma kitabının indi sirli qüvvələr mənə dedilər. Eyni zamanda bu mənim qəlbimdə olan yaradan zərrəci də mənə dedi ki, yer planetində yeganə insansan ki, bu Ulu Tanrımız bu səma kitabını sənə hədiyyə edibdir və bu səma kitabını deməli insanlara çatdır. Mən də ona görə də belə bir rubrika açdım, səma kitabı rubrikası və bu səma kitabı rubrikasında səma kitabının vəhləri, həmin vəhlərin müjdələrini bir-bir izahını sizin nəzərinizə çatdırıram və bu haqda müəyyən məlumatları sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu səma kitabı, yəni Ulu Tanrımızın səma kitabı ilahi qüvvələr üçün əsas mənbə yerində qalır. İlahi qüvvələr üçün bir cür təqdim olunur, ali qüvvələr üçün başqa cür, yüksək şuurlar üçün də form başqa cür, yad planetlər üçün də başqa cür. Səma kitabı bir növ hər bir ilahi qüvvələrin sır mental şuur dairəsi çərçivəsində
verilibdir Səma kitabı. Məsələn, Səma kitabı yüksək şuurlar və ali qüvvələr üçün bir səviyyədə, yad planetlər üçün başqa bir səviyyədə və bizim üçün də digər səviyyədə verilibdir. Ona görə də Ulu Tanrı göstəriş verir ki, hər bir ilahi qüvvələr, məsəl üçün, bu Səma kitabını ki oxuyur və Səma kitabında özünün əlavələrini edə bilər. Yəni, Səma kitabı əsası qalır və ona özdən əlavələrini də edə bilər. Və eyni zamanda ali qüvvələrdə, yüksək şuurlarda, yad planetlərdə və nəhayət növbə kimi ağa çatdı ki, mən qəlbimdə yaradan zərrəçi zuhur etdi və məni Ulu Tanrımız yer planetinin səlahiyyətli nümayəndəsi etdi. Mən sizə həmişə demişəm, hər bir məkanda ilahi qüvvənin rəhbəri Ulu Tanrı səlahiyyətli nümayəndəsidir. Makro-mikro kainatların rəhbərləri Ulu Tanrı səlahiyyətli nümayəndəsidir. Yüksək şuurlar onun kimi, yad planetlər onun kimi. İnsanların da Ulu Tanrı səlahiyyətli nümayəndəsi mənəm və Ulu Tanrı məni yer planetində özünün səlahiyyətli nümayəndəsi seçdiyinə görə və bu Səma kitabını mənə bəxş etdi. Mən bu çıxışımda özünüz görürsünüz ki, sirli qüvvə fikirlərini deyirəm. Eyni zamanda əlavə öz fikirlərimi də sizin nəzərinizə çatdırıram. İndi burada əsas belə deyək ki, o Səma kitabının mənə hansı normada, hansı ölçüdə, hansı müqəddəs kəlamların yazılması rüsxəti verilibdir və onlar da mən deyək ki, aldığım siqnalları bir növ sözə çevirirəm. Yəni, Ulu Tanrının Səma kitabı bir növ kodlu sistemdir. Deyək ki, kosmik siqnallardır. Kosmik informasiyalardır. Bu kodlu informasiyalar söz daşıyıcı informasiyalar deyil. Onlar müəyyən deyək, biz o informasiyaları mən indi necə sirli qüvvədən informasiya alıram və onu mən çevirirəm sözə, kəlama çevirirəm. Ancaq Ulu Tanrımız özü də, ilahi qüvvələr də, ali qüvvələr də, yüksək şuurlar da, onlarda söz yoxdur. Onlarda hamısı kodlu sistemlərdir. Bu kodlu sistemlər də siqnallardan ibarətdir. Və bu siqnallar mən bu yer planetində belə deyək, 8 milyardın içərisində yeganə mənəm ki, o kosmik siqnalları mən sözə çevirirəm. Çünki yer planetin səlahiyyətli rəhbəri seçilmişəm. Allah Taala'nın yer planeti səlahiyyətli
nümayəndəsiyəm və mənə də qüdrət verib Ulu Tanrımız, mən o kosmik siqnalları sözə çevirmək qabiliyyətinə malikəm. İndi bu Səma kitabındakı Ulu Tanrının bu ki kəlamlarını mən sözə çevirirəm və eyni zamanda Ulu Tanrımız rüsxat verdi ki, Ulu Tanrımız deyəndə, yəni ki, mənim qəlbimdə yaradan zərrəcik ki var. Məhz o yaradan zərrəcikdir ki, Ulu Tanrının birbaşa əlaqədədir. Və qəlbimdəki yaradan zərrəcik mənə dedi ki, siqnalları qəbul et və öz əlavə fikirlərinlə o kitabı yaz. Ona görə də mən müəyyən vəhləri yaradan zərrəcik köməyi ilə sözə çevirərək mən müjdələr yazmışam. Bu müjdələrin bir qismi mən yaradan zərrəcik köməyi ilə yazılan fikirlərdir. Mən vəhlər var ki, onlar Yaradanın, Ulu Tanrımızın Səma kitabının əsas təməl hissəsi hesab olunur. Bax, bu fikirləri mən sizə dedim. Əsas vəhlərdən deyək ki, mən Yaradan Səma kitabında əsas o Səma kitabının əsas təməl müqəddəs kəlamlar var ki, onları mən komplektləşdirmişəm və müjdələr formasında düzülüş etmişəm və mən indi sizə deyəcəm ki, mən bu kitabımda kəlamların, yəni bu müqəddəs kəlamların hansıları Ulu Tanrının fikirləridir. Onları mən siqnal, yəni Ulu Tanrından aldığım siqnalları mən kəlama çevirmişəm və eləsi var ki, o mənim özümün ələvəmdir. Əlbəttə ki, bunu mən Ulu Tanrı rüsxat verib və Ulu Tanrı rüsxatı ilə mən əlavə fikirlər də deməli yazmaqla bu Səma kitabını yazıram. Səma kitabını hələ də deməli tamamlamamışam. Çünki deməli fikir gəlsə əlavə müjdələr yazacağam. Daha doğrusu əlavə vəhlər yazacağam. Əlavə mövzularda vəhlərin də bir növ müjdələrini yazacağam. Əsas onu demək istəyirəm, Ulu Tanrımızın yazdığı Səma kitabının əsas təməlindən biri Ulu Tanrı haqqında vəhdir. Bax, o Ulu Tanrı haqqında vəhdə indi mən hal-hazırda Ulu Tanrı haqqında vəhyin 11-ci müjdəsini sizin nəzərinizə çatdırıram, izahını verirəm və deyək ki, Ulu Tanrının dərgahı haqqında vəhdi, sonra ilk yaranış haqqında vəhy, Yaradan dərgahının üst məkanı haqqında vəhy, bunları hələliklə, yəni məndə indi bu vəhlər çoxdur. Hələlik bax bu 3 vəhdə Ulu Tanrıdan aldığım siqnalları sözə çevirmişəm və öz düşüncəmlə, öz fikrimlə mən bu vəhləri yazmışam.
və hər dəfədə bir video çəkəndə həmin vəhlərin müjdələrini bir izahını vermişəm. İndi hələlik bu elə vəhlər var ki, o yalnız onun bir müjdəsini üçün video çəkəcəm. O vəhlərdə ki, Ulu Tanrının Səma kitabından götürülüb. Onlar geniş izah olmalıdır, izahını verirəm. O vəhlər ki, Ulu Tanrının izini nüsxəti ilə və mənim qəlbimdəki yaradan zərrəcinin köməyi ilə vəhlər yazılıb. O vəhlər isə yaradan zərrəci ilə mənim düşüncəmin, dərrəkəmin sintezinin əsasında alınan kəlamlardır ki, o kəlamlar əlavə olunub bu Səma kitabına. Əlbəttə ki, bunu Ulu Tanrımız nüsxət veribdir və Ulu Tanrı əlaqə yaradan zərrəci də mənə deyir ki, Ulu Tanrı icazə verir ki, sən əlavə deməli vəhlər yaz və bu əlavə vəhləri də sıfır sisteminə qoşul və orada sıfır sisteminə qoşulan ilahi qüvvələr də, ali qüvvələr də, yüksək şuurlar da, dəhiyyat mələklər də qulaq assınlar. Qoy onlar da siz insanın, sənin əlavə etdiyin kəlamları onlar da eşitsin. Və bu kitabda eyni zamanda ilahi qüvvələrin də özlərinin ali fikirləri var. Necə mən əlavə vəhlər yazmışam, eyni zamanda ilahi qüvvələrin də əlavə vəhləri var. Ali qüvvələrində, yüksək şuurlarında, yad planetlərində olan hər birinin deməli əlavə vəhləri var ki, o vəhləri də onlar mənə kontakt ediblər və mənə deyiblər ki, bizim də əlavə vəhlərimiz var, onu da öz Səma kitabı əsərinə sal. Ona görə də Səma kitabında ilahi qüvvələrində, ali qüvvələrində, yüksək şuurlarında əlavə kəlamları var. O kəlamları da mən bu Səma kitabına əlavə eləmişəm. Məsəl üçün, deyək, belə deyək, onların mənə göndərdiyi siqnalları mən sözə çevirmişəm və onlar haqqında, onların siqnalları əsasında da onların vəhni yazmışam. Və adını da qoymuşam, makro kainatlar haqqında bəhs, sonra mikro kainatlar haqqında bəhs. Bax bunları, sonra bizim yüksək şuurlar mənə kosmik siqnallar göndərmə siqnalları sözə çevirməklə onu da yazmışam. Bizim kainat haqqında bəhs, qeyri-qalaktika haqqında bəhs, mikroqalaktika haqqında bəhs, qalaktika haqqında bəhs. Bunlara da yazmışam. Yəni demək istəyirəm ki, burada təkcə Ulu Tanrımızın vəhləri deyil, eyni zamanda ilahi qüvvələrində, ali qüvvənin yüksək şuurlarında, yad planetlərində vəhləri mövcud. Düzdür, hələ mən ilahi qüvvələrin, ali qüvvələrin, yüksək şuurların vəhlərini yazmışam. Ancaq hələ yad planetlərin vəhlərini yazmamışam. Yəqin ki, onu da bu Səma kitabı hər dəfə deməli vəhlərin sayını artırıram. Yəqin ki, yaxın zamanlarda bu
bu yad planetlər də mənlə əlaqə yaradacaq, kontakt yaradacaq və onlar da mənə əlavə vəhlər yazdıracaq. Özləri haqqında, öz məkanları haqqında əlavə vəhlər yazdıracaqlar. İndi söhbət ondan gedir ki, bu vəhlər, o tan haqqında vəh ki var. Orada elə ifadələr var ki, o ifadələri mənim qəlbimdə olan yaradan zərrəci ilə mən yazmışam. Elə vəhlər var ki, o birbaşa ulu Tanrıdan mənim qəlbimdəki yaradan zərrəci deməli ulu Tanrıdan əlaqə yaradır. Elə bir icazə verilibdir və qəlbimdəki yaradan zərrəci ulu Tanrıdan aldığı o vəhləri biz bu səma kitabına daxil etmişik. Yəni ulu Tanrı haqqında vəhə daxil etmişik. Eləsi də var ki, əlavə müjdələrin sayını artırmışıq. Yəni ki, iki məsələ tutaq ki, 14-cü müjdə var bu. Ulu Tanrı haqqında 14-cü müjdə. Orada yaradan zərrəci ilə biz bir yazmışıq. Çünki bu Ulu Tanrıdan gələn vəh deyil. Yazmışıq ki, həqiqət və əşkarlar, sirlər, elm və elm, sirlər, elm və elmin belə deyək ki, əsasını qoyan Ulu Tanrıdır. Bax, bunu biz əlavə artırmışıq. Yaradan zərrəciklə mən. Ancaq elə vəh var, elə müjdə var ki, o yaradanın zərrəci birbaşa ulu Tanrıdan alıb və mənə deyib, mən də yazmışam. Yenə deyirəm, bütün bu informasiyalar hamısı siqnal formasında gəlir. Mən bu kosmik siqnalları sözə çevirirəm. Yeganə yer planetində bu 8 milyardın içində yeganə mənəm ki, kosmik siqnalları sözə çevirmək qüdrətinə malikəm. İndi hal-hazırda da bu yer planetinə Tri Atlas yaxınlaşır. Ondan kosmik siqnallar alırlar. Bu deməli astronom məşğul olan alimlərimiz indi o siqnalların şifrini açmaq istəyirlər ki, o siqnalları sözə çevirsinlər. Hələ onu əldə edə bilmirlər. Onların elə bir qüdrəti, gücü yoxdur. Əziz dinləyicilər, bununla da mən bugün Ulu Tanrı haqqında vəhyin 11-ci müjdəsini tamamladım və gələn dəfə mən sizə 12-ci müjdə haqqında danışacağım. Hələlik bu qədər, sağ olun, gələn görüşlərə.